Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bugün mən sizə texnologiyadan 5-ci sinifdən imtahanda görə biləcəyiniz sualların açıqlamasını verəcəm. İmtahana çox az qalıb. İnşallah ki, ayın 3-ü sizin imtahanınız olacaq və mən də əlimdən gələn artığını bu yolda sizlərə etmişəm və etməyə də davam edirəm və inanıram ki, hər biriniz yüksək nəticənizlə məni və özünüzü sevindirəcəksiniz. Keçək izahımıza. Deməli, 5-ci sinifin ilk mövzusundan düşə biləcək sualları sizlərə sadalayım və düşmüş sualları. Bunlardan birincisi, pəstah nədir? Pəstah hazırlanacaq detal üçün seçilmiş müəyyən ölçülü materialdır. Deməli, ilk dərsdən pəstah düşüb bizim üçün. Pəstah nədir? Pəstah hazırlanacaq detal üçün seçilmiş müəyyən ölçülü material oldu. Pəstahın ölçüsü detalın ölçüsündən böyük olmalı idi və bir pəstahdan bir neçə detal əldə edilə bilərdi. Həmçinin hər bir məmulat hazırlanan zaman hansı mərhələlərdən keçdi? Hər bir məmulat hazırlanan zaman deməli keçir ardıcıllıqla, tam yəni ardıcıllıqla onun layihələndirilməsi, hazırlanması və istismarı. Baxaq növbəti. Görək nə suallar düşə bilər birinci dərsimizdən. Texnoloji proses, texnoloji xəritə, marşrut xəritəsi bunlar düşə bilərmi? Təbii ki, düşə bilər. Texnoloji proses pəstahın məmulata çevrilməsi üzrə əməliyyatların ardıcıllığının nizamlı şəkildə göstərildiyi bir texnoloji sənətdir və texnoloji prosesə ciddi şəkildə riayət edilməli idi. Texnoloji xəritə nədir? Bəs texnoloji xəritə, texnoloji əməliyyatların ardıcıllığı ətraflı yazılır, açar sözümüz. Və bir də düşə bilər ki, texnoloji xəritədə nələr öz əksini tapır? Ətraflı sözünü verdilər, verməyinə bəs yaxşı desələr nələr öz əksini tapır? Bu zaman nə deyəcəyik? Pəstahın qrafik təsviri, tətbiq edilən alət və tərtibatlar göstərilir. Marşrut xəritəsində isə əməliyyatların icra ardıcıllığı göstərilir. Keçək ikinci dərsimizə. İkinci dərsimiz qəbul dərsidir. Ümumiyyətlə, texniki təsvir, eskiz, çertiyoj bunların hər üçünün tərifini biz imtahanda görə bilərik və görmüşük də indiyənə kimi. Texniki təsvir məmulatın həcmli, üç tərəfli təsviridir. Texniki təsvir tərəflər arasında nisbət nəzərə alınmaqla və məmulatın ölçüləri göstərilməklə əl ilə yerinə yetirilirdi və texniki rəsm üzrə məmulatın forması asan anlaşılırdı. Deməli, nə oldu? Texniki təsvir imtahana düşə biləcək suallar arasındadır. Həcmli üç tərəfli təsvir oldu. Tərəflər arasında nisbət nəzərə alınmaqla və məmulatın materialı göstərilməklə əl ilə yerinə yetirildi. Eskiz nədir? Bəs eskiz isə nisbət nəzərə alınmaqla. Texniki təsvirdə tərəflər arasında nisbət t. Eskizdə isə nisbət nəzərə alınmaqla və ölçülər göstərməklə əl ilə yerinə yetirildi. Eskiz isə detalın bir tərəfdən görünüşüdür. Təsvirlərimizə də baxırıq. Baxın müəllimlər, əgər təsvir bir dənə detalın üzərində həm üst, həm sol, həm əsas görünüş veriblərsə, bu texniki təsvirdə. Amma bir təsvirdə detalın parçalanmış formasını veriblərsə, baxın şəkil 3-dəki kimi bu çertiyoj olacaq. Bir tərəfdən görünüşü də verilibsə, bu eskiz olacaq. Çertiyoj nədir? Bəs çertiyoj alətlərinin köməyi ilə yerinə yetirilmiş şərti qrafik təsviridir. 3 dənə də görünüşümüz var idi. Əsas, soldan və üstdən əsas dairə, soldan hörümçək toru, üstdən isə dəniz dalğası. Bu düşməyib, düzdür. Buradan düşən texniki təsvirdir və eskizdir. Xətlərdən düşübmü? Bəli, düşüb. Xətlərimizin 5 növü var. Detalın konturu, çıxarılan, ölçü göstərən, simmetri oxu və dəliyin görünməyən konturu. Bu necə düşür? Dəliyin görünməyən konturu hansı xətdə göstərilir? Dəliyin görünməyən konturu ştrixli xətlə, detalın konturu bütöv əsas xətdə göstərilir. Məsələn, sual düşüb ki, simmetri oxu hansı xətdə göstərilir? Ştrix nöqtəli xətlə. Növbəti bu dərsdən düşən suala baxaq. Spesifikasiya nədir və spesifikasiyada nələr qeyd olunur? Spesifikasiya xüsusi cədvəl idi. Məmulatın adı, detalın adı, miqyası və materialı qeyd olunurdu. Miqyas düşən suallar sırasındadır. Miqyas nədir? Detalın həqiqi ölçülərinin neçə dəfə böyüdüyünü və kiçildiyini göstərən ədəd idi. 3 cür miqyasımız var idi. Böyütmə, kiçiltmə, natural böyütmə. 1-in 2-nin 1-ə, 4-ün 1-ə, 5-in 1-ə, kiçiltmə 1-in 2-yə, 1-in 4-ə, 1-in 5-ə, natural isə 1-in 1-ədir. Məmulatın çertiyojunu oxumaq nədir? Bəs onun adını, formasını, ölçüsünü, miqyasını, eləcə də məmulatın təşkil olunduğu detalların sayını və birləşmə növünün təyin edilməsidir. Deməli, müəllimlər, bu dərsdən, ikinci mövzudan bir də vurğulayaq nə düşüb imtahana? Texniki təsvir, xətlər, miqyas.
Bunlar imtahana düşmüş hissələrdir, suallardır. Keçək 3-cü mövzumuza. Biraz tez-tez danışmış ola bilərəm ki, vaxtınızı çox almayım, həm də video uzun olacaq. Ona görə də biraz tez-tez danışmış ola bilərəm. Ölçüm və nişanlama alətləri dərsindən ilk düşən sualımız elə nişanlamanın tərifidir. Nişanlama nəyə deyilir? Bəstanın üzərində emal sərhədlərinin və yerini göstərən kontur xətlərinin çəkilməsi və nöqtələrinin qeyd olunmasına nişanlama deyilirdi. Burada ülgün də tərifi düşə bilər. Ülgü nədir? Ülgü bir neçə detalın tez və dəqiq nişanlanması üçün istifadə edilirdi. Panirdən və ya istənilən bərk materialdan hazırlanırdı. Deməli, nə olub? Nişanlama burada qəbul sualı olub və nişanlayıcı alətlərimiz var. Burada biz nədir? Deşmə yerləri nişanlanıb deşiyə açılırdı. Metal ölçmə lenti ilə meşə və mişar materialları ölçülüb nişanlanırdı. Bunlar haqqında heç bir sual indiyənə kimi düşməyib, amma düşməyəcək deyə bir şey yoxdur. Məsələn, burada bizi çaşdıran bir məqam var ki, verilən nişanlayıcı halətlərdən hansında yalnız ölçmə aparılır. Yalnız ölçmə deyirsə bu kvadrat metrəsidir. Çünki burada nişanlama aparılmırdı. Növbəti suallarımıza baxaq. Burada reismus var, pərgar var. Yəni onları əminəm ki, hər biriniz əzbər bilirsiniz. Reismusla bəstan təbəqələrinə paralel xəttlər çəkilirdi. 5 hissəsi var idi. Kiçik mismar, meydança, gəlib paz və tircilər. Xarat günyəsi düşüb, müxtəlif bucaqlar ölçülüb nişanlanırdı və xətkeş gəlib sıxıcı vintdən ibarət idi. Buradan yenə düşən bir sualımız var. O da hansıdır? O da nişanlamanın tərifidir. Pomidordan sual düşübmü? Bəli, düşüb. Ardıcıllığı düşüb. Pomidora aid düzgün fikri seçin. Belə bir şey düşüb. Pomidor və bir də burada bizsiz hansı sual düşüb? Hansı tərəvəzlər ədviyyat kimi istifadə edilir? Hətta mənim qəbul sualım olubdu bu. Kişniş, şüyüd, cəfəri, nanə, reyhan müxtəlif xörəklərdə ədviyyat kimi, bəzən isə əsas tərkib hissə kimi istifadə edilirdi. Pomidor da Cənubi Amerikadan Avropaya 16-cı əsrin ortalarında gətirilmişdi. Bir illik işıq sevər, isti sevər ot bitkisi idi. Manqan məhlulunda qalırdı 30 dəqiqə, isitmədə qalırdı 2-3 saat. Həmçinin pomidor bitkisi deməli nə idi? Pomidor bitkisinin yetişməsində ilk növbədə texnoloji xəritəni hazırlayırdıq. Ondan sonra başlayırdıq işin ardıcıllığına. 2-3 saat isitmə sistemində saxlayırdıq. 30 dəqiqə manqan məhlulunda saxlayırdıq. Daha sonra yeşiyi hazırlayırdıq. Dibinə drenaj yerləşdirirdik. 15-20 cm torpaq dökürdük. Pomidor toxumlarını cərgə ilə əkirdik. İlk cücərtlər 4-6 günə çıxırdı. Ondan sonra yeşiyi işıqlı yerə qoyurduq. 3-4 yarpaq açanda yerini dəyişirdik. Aralarında 8-12 cm məsafə qoyurduq və 10-15 cm hündürlüyə çatanda daimi yerini əkirdik. Yəni ardıcılığı haqqında da qısaca məlumat verdim. Buradan deməli düşüb nə? Pomidorun haqqında yanlış olanı seçin. Rahat dərsdə əminəm ki, hər biriniz əzbər bilirsiniz bu dərsi. Keçək 5-ci mövzudan hansı sual düşüb? Bax, buradan hər biri düşə bilər. Düşür də tez-tez. Keçən il yox, ondan əvvəlki il bu dərsdən 3 dənə sual düşmüşdü. Qıfıl dilciklər və qıfıllar nə üçündür? Şkafların, masalarını və tombaların qaplarını bağlamaq üçündür. Dəstəklər metaldan, taxtadan, nazik plastik kütlədən hazırlanır və qapı pəncərələrin rahat açılıb örtülməsi üçün vasitə rolunu oynayır. Maqnit saxlayıcılar şkafların, qaplarının hərəkətli olmasına xidmət edir. Künclüklər düz bucaq altında yerləşir və nəfəsliklərin, rəflərin, çərçivələrin künc birləşmələrini bərkitmək üçün istifadə edilir. Rəf saxlayıcılar isə metaldan, plastik kütlədən hazırlanır. Üfüqi rəflərin bərkidilməsi üçün istifadə edilirdi və həmçinin rəf saxlayıcıların milləri şkafların divarlarına bir tərəfi bağlı deşiklərlə quraşdırılırdı. Kipləşdiricilər isə bir-birinə bərkidici vintlə birləşdirilmiş 2 qalın metal künclük və lövhəcikdən ibarət idi. Və bu təriflər mütləq şəkildə düşə bilər. Özdə bilirik ki, artıq bir suallı cavablar həqiqətən düşmür və nadirən düşür. Bir testdə siz bir neçə dənə cavab görəcəksiniz. Ona görə də hamısını yaxşı əzbərləmək lazımdır və burada bir dənə qaldı həncamamız. Həncamada şkaf, yazmasalar və dolapların qaplarının bərkidilməsi üçündür. Keçək növbəti sualımıza. 6-cı mövzumuz rahatdır. Daimi işlər, müvəqqəti işlər
İnanmıram buradan nəysə düşsün. 7-ci mövzumuza baxaq. İqtisadiyyat, ev təsərrüfatının qayda və qanunlarla səmərəli idarə olunmasıdır. Ev təsərrüfatına nələr daxildir? Əmlak, pul, vəsaitləri, ev şəraitində istifadə edilən əmək alətləri daxil idi. Ümumiyyətlə bu dərsdən nə düşüb sizə deyim. Bu dərsdən vəsaitlərin növləri. Və bu sual düşə bilər ki, vəsaitlər neçə qrupa bölünür? Vəsaitlər 4 qrupa bölünür. Maddi, maliyyə, əmək, energetik. Tərkibləri isə əmək ailə üzvlərinin işi əməyidir. Maliyyə pul gəlirdi. Maddi əmlak, ailə təsərrüfatının elementləri ərzaqlardır. Energetik isə istilik, enerji, yanacaq mənbələrdir. Büdcə nədir? Büdcə ingiliscə pul çantası deməkdir. Bəs yaxşı, gəlin görək, xərclərimiz neçə cür olur? Xərclərimiz 2 cür olur. Daimi, dəyişən və bir də əvvəlki illərdə düşən bir sual var ki, ailə büdcəsi nədir? Büdcə kəsiri nədir? Ailə büdcəsi ailənin gəlir və xərcinin müəyyən zaman kəsiyində paylanmasıdır. Büdcə kəsiri isə əgər xərc gəlirdən artıq olardısa, büdcədə kəsir yaranardı. Buradan da düşə biləcək sualları dedim. 8-ci mövzudan deməli sual necə düşə bilər? Tekstura düşüb nədir? Tekstura, əgər biz deyir oduncağı lifləri boyu uzunluğa və eninə kəssək, kəsmə müstəvisində görünən təsvir tekstura adlanacaq. Həmçinin tekstura da ağacın növündən asılıdır. Sadə sual olsa da düşüb ki, ağac neçə hissədən ibarətdir? Ağac 3 hissədən ibarətdir. Kök, gövdə və çətirdən. Uyğunlaşdırma kimi düşə bilər. Tir, tirci, taxta, lövhə bunlar düşə bilər. Tir nə idi? Eni və qalınlığı 100 mm-dən çox. Çox olan tir oldu. Qalınlığı 100 mm-dən az, eni qalınlığından 2 dəfə az olan tirci oldu. Taxta isə 100 mm-ə qədər və eni qalınlığından 2 qat artıq olan mişar materialı oldu. Şalban yanı şalbanı mişarlanmış yan hissəsi idi. Lövhə şalbanı uzuna yarıya mişarladıqda alınırdı. Şpon isə xüsusi dəzgahlarda kəsilmə yolu ilə alınmış nazik oduncaq qatları idi. Şponu görəndə xüsusi dəzgah, soyulmuş şponu görəndə soyma dəzgahını gözünüz gəzəcək. Faner nə idi? Fanerin özü imtahana düşmüş suallar içərisində də fanerdəki şpon lentlərini müvafiq ölçüdə kəsirik. Quruducu kameralarda quruduruq. Bax, bu ardıcıllıqlara diqqət yetirək. Düşə bilərmi? Düşə bilər. Quruduruq, sonra təbəqələrə yapışqan çəkib bir-birinin üzərinə qonşu təbəqələri, lifləri perpendikulyar olmaq şərti ilə yapışdırıb presləyirik. Oduncaq yonqarlı piltə nədir? Yonqar, kəpək, oduncaq tozu halından salınmış. Oduncağın eyni vaxtda preslənməsindən alınırdı. 10-26 mm qalınlığında olurdu. Oduncaq lifli pildə nədir? Bəs bu isə liflərə qədər doğramış. Fikir ver, oduncaq yonqarlı pildədə yonqar, kəpək, oduncaq tozu yapışqanla qarışdırıldı. Ancaq oduncaq lifli pildələrdə oduncaq liflərə qədər doğrandı və buxara verildi. Fanerin, oduncaq yonqarlı piltənin və oduncaq lifli lövhənin çatışmayan cəhəti onların rütubətdən qorxması oldu. 9-cu mövzuya baxaq. 9-cu mövzudan oduncaq üçün tərtibatlar düşə bilərmi? Düşə bilər. 3 dənə tərtibatımız vardı. Altlıq taxta, dayaq, mişarlama qutusu. Altlıq taxta ülgünü çəkmək üçündür. Dayaq oduncağı mişarlamaq üçündür. Mişarlama qutusu isə oduncağı müxtəlif bucaqlar altında mişarlamaq üçündür. Xarat verstakı hansı hissələrdən ibarətdir? Xarat verstakı 2 hissədən ibarətdir. Mizin üst taxtasından və verstak altından bizə A-da ümumi görünüş verib. A-da ümumi görünüşdə nə verilib? Vintin başlığı və fırladıcılar veribdir. Verstak altında arxa ayaq paz birləşdirici qabaq ayaq verilibdir. C-də isə mizin üst taxtası və onun quruluşu yuva, baz, nov, dayaq, ön sıxıcı, arxa sıxıcı verilmişdi. İkisinin ortaq xüsusiyyəti nə olardı burada soruşsalar? Verstak altı ilə mizin üst taxtasının pazların olması olardı. Baxın, biz bayaq dedik ki, oduncağın emalında istifadə edilən tərtibatlar altlıq taxta, dayaq, mişarlama qutusu düzdürmü? Bizdən alətlər də soruşa bilər. Alətlər isə yerdə qalanlardır. Buna rəndə, kəlbətin, sıxıcı, burğu bunlar aiddir. Mövzu 10-a baxaq görək nə düşüb. Mövzu 10-dan mişarlama qutusu nədir? O düşüb. 30, 40, 45, 60, 90 dərəcə bucaq altında emal üçün nəzərdə tutulmuş tərtibatımız idi. Mişarlama qutusunda sol əlin baş barmağı
baş barmağı nə üçün lazım idi? Belə bir sual düşmüşdü. Mişarlama qutusunda mişarlama zamanı bəs daha sol əlin baş barmağı ilə tirciyin yan tərəfinə sıxırlardı ki, pəstahdakı nişanlanma xətti ilə mişarlanma yeri qarşı-qarşıya düşsün. Növbətə düşən sualımız törpügiyə, suvant, sumbata çağızda bunlar da düşüb özdə uyğunlaşdırma kimi törpü içərikləri olan tavlandırılmış metal tircikdir. Müxtəlif əyri xətli səthləri, bax müxtəlif əyri xətli ha, əyri yox. Çıxıntıları emal etmək üçün, həmçinin kobud təmizləmək üçün istifadə edildi. Yeyə müxtəlif hündürlükdə çərtikləri olan tavlandırılmış metal tircik oldu və bərk oduncağın emalında istifadə edildi. Suvand isə xırda çərtikləri olan tavlandırılmış metal tircik oldu. Suvanddan isə əyri xətli, baxın törpü müxtəlif əyri xətli, suvand əyri xətli səthlərin emalında və məmulatın təmizlənməsində istifadə edildi. Buradan da düşən sualımız budur. Sumbata kağızda şüşənin metalı taxtanın daşı cilalamaq üçün istifadə edilmişdi. Rəndə. Rəndə ilə bağlı belə bir sual düşmüşdü ki, xarat köbud yonmadan sonra məmulatın təmizlənməsi üçün hansı yoncu alətdən istifadə etməlidir? Rəndədən. Rəndə son təmizləmə işləri aparmaq üçün istifadə edilirdi. Xebel kobud təmizləmədə istifadə edilirdi. Fuqan isə uzun rəndə idi. Bütün yonucu alətlər eyni quruluşa malik idi. Gəlib bıçaq, paz və dəstək. Şerxebel alman dilindən dilimizə keçmişdi. Kobud kəsmə demək idi. Fuqan isə uzun rəndə demək idi. Bir də rəndənin itiliyinə ilə yoxlamaq olmazdı əllə. Bir də ki, dülgər alətləri yonqar qırıntılarından taxta pazla. Burğuların növləri spiralvari, mərkəzvari, şnikvari, qaşıqvari burğular var idi. Sonra burada elə bir sual xatırlamıram ki, düşsün. Hər burğunun işdə hissəsində nə yerləşir? 2 kəsəntil və 2 spiralvari kəsəntil hissələri düşə bilər. Məsələn, buradan əldireli ilə mexanik əldirelinin hissələrini uyğunlaşdırma kimi düşə bilər. Əldireli dayaq, fırlatma dəstəyi, burğu və patronundan ibarət idi. Mexanik əldireli dayaqdan, fırlatma dəstəyindən, tutma dəstəyindən, patron və burğudan ibarət idi. Belə, növbəti dərsimizə baxaq. 13-cü mövzumuz düşə bilər, məhər cümləsi düşə bilər. Mismar vuran zaman əl dəstəkdən nə qədər məsafədə olmalıdır? 20-30 mm. Bu imtahan sualıdır. Şurup nədir? Başlıqdan vint şəkilli mildən və uc hissədən ibarət bərkidici detaldır. Şuruplar başlığının formasına görə yarım dairə və gizli, yarım gizli olurlar. Şuruplar bir-birlərindən başlığının formasına görə, uzunluğuna görə və qalınlığına görə fərqləndirlər. Biz bunu bu sözündən yadımızda saxlamışdıq, düzdürmü? Həmçinin mismar nə idi? Mismar başlıqdan, mildən, uc hissədən ibarət idi. Biz onu vurmamışdan əvvəl yerini nişanlamalıydıq. Bax, bunu yadımızda saxlayın. Yerini nişanladıq. Daha sonra nazik detal, qalın detallar vuruldu. Əylən zaman kəlbətinlə və çəkicin başındakı xüsusi yarıqla çıxartdıq. Əyrini düzəltdik daha doğrusu. Əgər digər tərəfdən çıxardısa, bu zamanda sağanağın çevrəsi boyu əydik. Buradan düşən sual bir o dediyim məsafədir, bir də şuruplar haqqında düşüb. İndi yapışqanlar haqqında düşənə baxaq. Yapışqanların növləri təbii, sintetik, təbii kazein xarrat, sintetik isə PVA yapışqanıdır. Kazein 3-4 saat ərzində istifadəyə yararlı olur, sarımtılı toz rəngində olur. Bundan da əlavə nə idi o? Su ilə qatışdırıb hazırlayırdıq. PV isə hazır şəkildə istifadə edilirdi. Burada bizə sıxac verilib. Sıxac 4 hissədən ibarətdir. Vintles gövdədən, sonra vintdən, dəstəkdən, üzr istəyirəm, 3 hissə oldu. Deməli, nə oldu? Gövdədən, vintdən və dəstəkdən. Buradan da belə baxaq 14-cü suala. Bəli, buradan da sual düşüb. Məsələn, nazik təbəqə metal nəyə deyilir? Bu düşüb. Qalınlığı 2 mm qədər olan metal vərəqlərə nazik təbəqə metal deyilir. Polad necə metaldır? Bu düşüb. Bərk və ağır metaldır. Dəmirlə karbon ərəndisindən yaranır. Katanka nədir? Katanka enkəsin diametri 5 mm olan və uzun pəstaq brokat dəzgahında fırlanan vallar arasında sıxmaqla alınan
məftil növüydü. Digər metal növlərinə də tanış olaq burada qısaca. Alüminium nədir? Gümüş rəngdə yumuşaq yüngül metaldır. Düralüminium nədir? Alüminiumla misin ərintisindən yaranmışdır. Mis də qırmızı rəngdə ağır metal idi. Laton isə misin, sinklə və başqa metallarla birləşməsindən yaranırdı. Növbəti bir imtahana düşə biləcək sualımız tənəkədir. Tənəkə nədir? Tənəkə qalınlığı 0,2-0,5 mm-dən nazik təbəqəli polada tənəkə deyilirdi. Tənəkə də 3 cür olurdu. Ağ tənəkə, qara tənəkə və sinklənmiş tənəkə. Ağ tənəkə örtüyü qalayla örtüləndi. Qara tənəkə örtüyü olmayandı. Sink isə sinklə örtüləndi. Bizə desələr ki, məftil hansı metallardan alınır? Polad, alüminium, mis, latondan bölünür. Buradan düşən sualı deməli sizə deyirəm. Nazik təbəqə metal və katanka. Bir də polad. O düşübdür. Baxaq 15-ci mövzumuza. Məngənən hissələri düşüb imtahana. Məngənən hissələri hansılarda hərəkətli dodaq, hərəkətsiz dodaq, dayaq çatısı, dəstək və linkdən ibarətdir. Gəlin elə digər hissələrə də baxaq. Verstak, deməli çilingər verstak 2 cür olur. Kombinə edilmiş və çilingər verstakı. Bunlar eynidirlər, eyni funksiyanı yerinə yetirirlər. Lakin biri 6, digəri 5 hissədən ibarətdir. Çilingər verstakı metal karkas, stol üstü qapaq, qoruyucu, tor, məngənə, alətlər üçün yeşik və oturacaqdan ibarətdir. Kombinə edilmiş verstak isə eyni çilingər verstakında olduğu kimidir. Bir dənə alətlər üçün yeşik yoxdur. 16-cı mövzuya baxaq görək nə isə düşübmü? 16-cı mövzudan elə bir sual xatırlamıram düşsün. Yenə də baxaq, düzəldilmə ardıcıllıqla düşə bilər ki, düzəldilmə nədir? Təbəqə metalın taxta və ya əlvan metaldan olan çəkic və taxta tirciyin köməyi ilə düzəltmə lövhəsi üzərində hamarlanması idi. Bu zaman metal təbəqə düzəltmə lövhəsi üzərinə qoyulur, əlcək geyinilmiş sol əllə tutulur, sağ əllə çəkic zərbələri vurulurdu. Metal təbəqə qabarıq hissələri üstü olmaqla yerləşdirilirdi və təbəqənin kənarından qabarıq hissənin mərkəzinə doğru döyəclənirdi. Amma bizə desə ki, nazik yumuşaq təbəqələr necə düzəldilir? Taxta çəkiclə döyəclənir və ya taxta tirci ilə hamarlanırdı. Nazik məftil necə düzəldilir desə bizə, nazik məftilin düzəldilməsinin 3 üsulu var idi. Cərgə ilə vurulmuş mismarın arasından çəkməklə, silindrik sağanağın çevrəsi boyu dartmaqla, məngənədəki tirciyin arasından çəkməklə. Amma qalın məftil desə, qalın məftilin düzəldilməsinin 2 üsulu var idi. Çəkiclə döyəclənmək, yaxud da ki, yastağız kəlbətinlə sıxmaq. Düzəldilmənin keyfiyyətini necə yoxlamaq lazım idi? Düzəltmə lövhəsi üzərindəki metal təbəqənin səthinə xətt keşintilini qoyaraq yoxlamaq lazım idi. 17-ci mövzumuza baxaq. 17-ci mövzumuzda görək nə deyir? Deyir ki, nazik təbəqə metalın və məftilin təmizlənməsi, əyilməsi. Buradan desəniz ki, müəllim sual düşüb. Bəlkə də düşüb, mən xatırlamıram. Yenə də düşə biləcək məqamlara nəzər gəzdirək. Təmizlənən səth məngənənin dodaqlarından nə qədər hündürdə olmalıdır? 5-8 mm. Metal lövhələrin və məftilin səthi çirkdən, reydən, pastan nə ilə təmizlənirdisə, sumbata, kağızı, cilalayıcı gəliblə. Əgər desək ki, metal lövhə və məftilin səthi rəngdən, çirkdən, pastan desəydi, sumbada kağızı cilalayıcı gəlib, iti kənarları desə xırda kərtikli yeyəklə təmizlənirdi. Sonra nə olar burada? Ensiz metal zolaq və məftil nə vasitəsilə əyilir? Yastağız, yumrağız, kəlbətinlə əyilə bilər. Pəstahların müəyyən radiusda 90 dərəcəli bucaq altında əyilməsi harada həyata keçirilir? Dairəvi sağanaqlarda həyata keçirilir. Həncama və cəftə kimi detallar nə üzərində daha tez əyilir? Əymə tərtibatlarında. Yəni, buradan sual xatırlamıram müəllimlər. Gəldik, sual düşə biləcək dərsimizə. Nazik təbəqə metalın hissələrinin birləşdirilməsi düşə bilirmi? Təbii ki, düşə bilir. Burada ardıcıllığı ilk növbədə nəzər salaq.
Nazik metal təbəqənin birləşdirilməsinin ən geniş yayılmış üsulu nə olur? Qatlama dikiş olur. Qatlama dikiş yerinə yetirmək üçün əvvəlcə 90 dərəcə bucaq altında kənarlardan 6-8 mm əyirik. Təbəqəni çevirib əyilmiş kənarları 2-3 mm ara qoymaqla qatlayırıq. Təbəqələrin qatlanmış kənarlarını bir-birinə keçirib qıfıla çalırıq və çəkicilə pilləli tiriciyə zərbələr vururuq. Bəs aralanmasına imkan verməyən nə olur burada? Çıxıntılar. Deməli nə oldu? 90 dərəcə bucaq altında qatladıq. 6-8 mm əydik. 2-3 mm aralıq qoymaqla qatladıq. Nazik qatlama dikişindən arada istifadə edildi. Dam örtüklərində, ventilyasiyada, polad təbəqələrdə, su ötürücü borularda. Pərçim nədir? Düşüb, bəli. Pərçim başlıqdan mildən ibarətdir. Misdən, alüminiumdan, latuldan, yumuşaq poladdan hazırlanır və hazırlanan 4 cür başlığının forması olur. Yarım girdə, yaslı, gizli və yarım gizli. Ardıcıllığımız isə belə idi ki, deşiklərin mərkəzi nişanlanırdı, deşik açılırdı. Deşiyin diametri pərçimin diametrindən 0,1-0,2 mm böyük olmalıydı. Burada fikir verin. Böyükdür deşiyin diametridir, kiçikdir pərçimin diametridir. Nə oldu? Böyükdür deşiyin diametri, kiçikdir pərçimin diametri. Pərçim deşiyə salındı. Digər detal pərçimin səthinin çıxan hissəsinə yerləşdirildi. Pərçimin mili detalın səthindən 1,3-1,6 desimetr qədər çıxmalı idi. Başlığı oyuğa yerləşdirirdik və çəkic zərbələri ilə bir-birinə yaxınlaşdırırdıq və ən sonda qapayıcı başlığı pərçimləyir və sıxacın köməyi ilə ona düzgün forma verirdik. Deməli, ardıcıllığımız necə oldu? Deşik nişanladıq. Mərkəz deşiklər mərkəz nişanlandı. Deşik açıldı, pərçim geydirildi. Digər nədir? Pərçimin detalın üzərinə çıxdı və detalın pərçimi deşiyə salandan sonra pərçimin mili 1,3-1,6 qədər detalın üzərinə çıxdı. Başlığı saxlayıcının oyuğuna yerləşdirdik. Çəkic zərbələrlə bir-birinə vurub yaxınlaşdırdıq. Ən sonda da nə etdik? Sıxaclarla forma verdik. Pərçimdən harada istifadə edilirdi? Bəs təyyarədə, gəmi qayırmada, körpü salmada və məişət texnikalarında istifadə edildi. Keçdik əsas dərsimizə. Müəllimlər 19-cu mövzu. Nöqtə vergünə kimi düşən dərs. Elektrik cərəyanı nədir? Yüklənmiş hissəciklərin, yəni elektronların istiqaməti, hərəkəti. Elektrik cərəyanın enerji mənbələri hansılardır? Qalvanik elementlər bataryası, akkumulyator, generator şəkilləri də baxırıq. Elektrik stansiyası nəyə deyilir? Yanacaqdan, axar sudan əmələ gələn enerjinin istehsalatda və məişətdə geniş ehtiyac duyulan elektrikə çevirən yerlər elektrik stansiyaları idi. Atom elektrik stansiyaları nəyin hesabına işləyir? Atomun hesabına işləyirdi. Daha güclü elektrik stansiyaları nəyin hesabına işləyirdi? İstilik elektrik stansiyalarının hesabına işləyirdi. Sonra generatorlardan alınmış elektrik cərəyanı istifadəçilərə necə ötürülürdü? Metal sütunu olan dirəklərə çəkilmiş naqillərlə ötürülürdü. Ev dövrəsinə daxil olmamışdan əvvəl elektrik cərəyanının gərginliyi transformatorda tənzimləyirdi. Sonra cərəyanın ötürülməsi zamanı itkini azaltmaq üçün yüksək gərginlik yaradılırdı. Nə oldu? Cərəyanın ötürülməsi zamanı itkini azaltmaq üçün yüksək gərginlik yaradıldı. Elektrik enerjisi mənbədən işlədiciyə nə vasitəsilə ötürüldü? Naqillərlə, yəni ötürücülərlə ötürüldü. Elektrik qəbul ediciləri mənbəyə qoşmaq və ayırmaq üçün idarə edici cihazlar olan elektrik açarından və qoruyucularından istifadə edildi. Elektrik enerjisinin mənbələri elektrik qəbul ediciləri və idarə etmə cihazları ilə birlikdə birləşərək elektrik dövrəsini təşkil etdi. Sadə elektrik dövrəsinin elementlərinə cərəyan mənbəyi, közərmə lampası, açar, naqil aid oldu. Elektrik dövrəsinin şərti işarələrinə də mütləq şəkildə baxmaq lazımdır. Paralel xəttlər olan mənbədir, çarpaz xətt olan lampadır. Üçüncü açardır, düz xətt naqildir, düz xətt ortasında nöqtə naqilin birləşməsidir, düz xətt ortasından da bir dənə düz xətt kəsişmədir, oxun içəri çölə olan çəngəldir, oxun istiqaməti içəri olan, yəni daxil edən isə rozetkadır. Elektrik sxemlərdə dedik 2 cür oldu, prinsipial montajlı,
Prinsipial görək nədir? Prinsipial dövrə elementlərinin birləşmə prinsipi göstəriləndə prinsipial yığılma sxemi göstəriləndə montajlı idi. Həmçinin montajlı sxemdə dövrə birləşmə qaydaları göstərilirdi və bəzi, bax bu sizi çaşdıra bilər, bəzi elementlər montajda sxem kimi təsvir edilir. Prinsipialda ümumiyyətlə sxemdir. Amma montajda bəzi elementlər sxem kimi təsəvvür edilə bilərdi. Şəkil B-yə də fikir versəz görərsiniz ki, burada cərəyan mənbəyi ilə gözləmə lampası sxem kimi təsəvvür edilmişdi. Parçanın emalı texnologiyasına baxaq. Buradan da düşə bilərmi? Bəli, düşə bilər. Düşən suallardan biri ilk növbədə onu deyim ki, parçanın emalı zamanı istifadə edilən tərtibatlarımız hansıdır? Sancaq, sonra sancaq, manken, ülgü və kiçik çarxdır. Sonra əl ilə yerinə yetirilən əməliyyat zamanı işıq iş yerinə haradan düşməlidir? Sol və ya düz düşməli idi. Sonra düzgün oturuş qaydalarımız var ki, bunları da əminəm ki, hər biriniz artıq əzbərdən bilirsiniz. Baxaq, buradan düşə biləcək. Oymaq düşüb, oymaq iynə və sancaqlarla iş zamanı barmaqlar deşilmədən qoruyur. Kiçik çarx nədir? Sürət çıxartmaq üçün və ülgü xətlərini parçaya köçürmək üçün istifadə edilirdi. Sancaq ülgünü parçaya bərkidir. Parça qatlarını və tikiş detallarının sancaqlayırdı. Əl tikiş iynələrindən də istifadə edilirdi. Tikmə və kökləmə aparmaq üçün, uzun iynələrdən kökləmə aparmaq üçün istifadə edilirdi. Şəffaf kağız düşən suallar içərisindədir. Şəffaf kağız isə nə idi? Ülgülərin köçürülməsi üçün istifadə edilirdi. Fikir verir, ülgülərin köçürülməsi üçün desə şəffaf kağız, amma sürət çıxartmaq üçün desə bu kiçik çarxdır. Növbəti dərsimizə baxaq. 21-ci mövzu. Buradan nə düşüb? Buradan elə buğa vermə düşüb. Buğa vermə parçanı bitmədən əvvəl aparılan nəmisli emaldır. Digərlərinə də baxaq. İlk növbədə başdan gələk dərsimizi deyir ki, ülgünün hazırlanması iki cür ola bilər. İki üsulla hazırlana bilər. Bir düz bucaqlı və ya başqa sadə quruluşlu detalları damalı kağızda qətkiş və sadə qarandaşın köməyi ilə əvvəlcədən götürülmüş üzrə çəkirdilər. İkincisi isə moda jurnallarında ÖSYG ölçülərindən əlavə vərəqlərdə verilirdi. Belə ülgülərin sürəti çıxarılır, yəni şəffaf kağıza karandaşla köçürülür və yalnız bundan sonra kəsilirdi. Deməli, ülgünün çıxarmasının iki üsulu oldu. Buğa vermənin dediyi kəsiklərin düzəldilməsində elə açar sözümüz əyri kəsilibsə, kəsik. Kəsiklərin düzəldilməsində kəsik görən kimi bilirik ki, söhbət kəsiklərin düzəldilməsindən gedir. Əgər parça əyri kəsilibsə, bitmədən qabaq kəsikləri düzəltmək lazımdır. Parçanın əyri tərəfindən kəsik boyu sapın biri çıxarılır və onun izi ilə kəsilir. Əyriliyin aradan qaldırılmasında isə parçanın tərs üzünə qatla və diaqonal üzrə dart. Kənarların kəsilməsində də bəzən deyir parçanın kənarları cod olur, o kəsilir, götürülür. Qüsurlar da rahatdır. Qüsur olanda qüsurlu yerlər biçən zaman parçanın kənarına salınırdı. Ülgülərin yerləşdirilməsi zamanı diqqəti yetirilməli idi ki, nəyə fikir vermək lazım idi? Parçanın uzunluğuna boyu sapın istiqaməti ilə ülgüdə olan oxların istiqaməti üst-üstə düşsün. Belə olmayan halda parça giyilərkən dartılardı və formasını itirərdi. Biçmə nədir? Tikiş məmulatlarının detallarının biçilməsi, detalların dərzi qayçısı ilə tikişlərinin emal paylarının nişanlanmış kontur üzrə kəsilməsidir. Nəmisli emal dərsi düşə bilərmi? Mütləq şəkildə hər cümləsi imtahan sualıdır. İmtahana düşüb nəmisli emal neçə cür olur? 2 cür olur. Aralıq, yekun. Aralıq deməli necə olur? Yekun necə olur? Aralıq hər detalı elə bil biçdikdən sonra detalı ütüləyirlər. Yekunda isə hazır yekun məmulat ütülənirdi. Nəmisli emal zamanı gözlə məmulata qədər məsafə 30-35 cm idi. Parçanın ütüləmə dərəcələri var idi ki, pambıq katan 180-200, ipək 110, yun 150, sintetik 110. Ütülər bir-birlərinin hansı xüsusiyyətlərinə görə fərqlənirdi? Deməli, ütülər işləmə üsuluna görə 3 cür olur. Elektrik buxar, çəkilərinə görə, ölçülərinə və işləmə gücünə görə də bir-birindən fərqlənirdi. İmtahan suallarda qeyd edirəm. Təhlükəsizlik qaydaları düşə bilərmi? Təbii ki, düşə bilər. İş zamanı bizi gözləyən təhlükə hansıdır? Şnurun yanması
buxarla yanıq cərəyanla zədələnmə. İşə başlamamışdan əvvəl nə etmək lazım idi? Ütünün, şnurun və çəngəlin qəlbliyinin işə yararlığını yoxlamaq idi. Ütünün tənzimləyicisini emal edilən parçaya uyğun tənzimləmək idi. Ütü masanı və su püskürdəni hazırlamaq idi. Kiçik rezin xalçanın mövcudluğunu yoxlamaq idi. İş zamanı nə etməyə lazım idi? Xalçanın üzərində dayanmaq, şnurun yox çəngəlin qəlbindən tutmaq, quru əllə yandırıb söndürmək, ütünü xüsusi altlığın üzərinə qoymaq və ütünün şnurunun burulub altına düşməməsinə diqqət yetirmək. İşi bitirdikdən sonra nə lazım idi? Söndürmək. Deməli, parçadan necə hazırlanırdı? Eskiz qurulurdu, şablon hazırlanırdı, biçilirdi. Muncuq. Muncuğun hər cümləsi imtahan sualıdır. Muncuq nədir? Muncuq dekorativ sənət işləri üçün bəzək əşyasıdır. Muncuqdan bəzək əşyalarının hazırlanması muncuq hörmədir. Muncuqdan naxış tikmədə, mozaikada, toxuculuqda istifadə edilir. Muncuq sözünün mənası ərəb dilindən dilimizə keçib busra busir, saxta mirvari deməkdir. Mənası budur. Növbəti bir sualımız, buradan düşən sualımız 18-ci əsrə qədər muncuq istehsalında qabaqcıl ölkə hara olmuşdu? Venesiya. 18-ci əsrdən sonra ora rəqib çıxmışdı Bohemiya. Muncuq hörmənin üsulları ilə tanış olaq. Sadə zəncir düzməsi elə muncuqla işləməyin ən sadə üsuludur. İkinci üsulumuz qarşıya hörmədir. İki əllə tutulan sapın ortasına bir muncuq dənəsi, açar sözümüz, bir muncuq dənəsi taxılır və sonra növbəti muncuq dənəsi sapın istənilən ucuna, sağ ucuna keçirilirdi. Bundan sonra sapın sol ucu və sağ ucu qarşısında olmaqla həmin muncuğun dənəsinə keçirilirdi. Nizamlı və sıx yerləşməsi üçün sap dartılırdı. Burada nə oldu? Qarşıya hörmə. Qarşıya hörmədə açar sözümüz nə oldu? İki əllə tutulan sapın ortasına bir muncuq dənəsi keçirdik. Paralel hörmə nədir? İki sapla. Sap olanda paraleldir. İp olanda xaçvaridir. İki sapla, daha doğrusu bir sapın və ya məftilin iki ucu ilə yerinə yetirildi. Həcmli fiqurlar üçün tilov və məftil ipindən də istifadə edə bilərdik. İlcəklərlə hörmədə açar sözümüz elə ilcəyin özüdür. Lazım miqdarda muncuq məftil üzərinə düzüldü və muncuq ilcəkdə təsbit edilməsi üçün lazım olduğundan artıq buruldu. İynəyə bənzər hörmə nədir? Sonuncu muncuq. Bu hörmə üsulunda sonuncu muncuğu düzdükdən sonra məftilin həmin ucuna əks istiqamətdə yerdə qalan muncuqları keçirmək lazımdır. Bu bizim iynəyə bənzər hörməmizdir. Xaçvari hörmə nədir? Adından da məlum olduğu kimi bayaq vurğuladıq. Bu xaçvari hörməni xatırladırdı və iki iplə də hörmə adlanırdı. İp iç ucundan götürülürdü. Ortasına 3 muncuq dənəsi keçirilirdi. 4-cü muncuq isə qarşıya hörmə üsulu ilə bərkidilib ucları dartılırdı. Sonra ipin sol və sağ uclarının hər birinə bir muncuq keçirir. Növbəti muncuq qarşıya hörmə üsulu ilə keçirilirdi. Belə. Kulinariya nədir? Burada da imtahana düşən bir sualdır ki, kulinariya nədir? Qida hazırlama mədəniyyətidir. Rahat bir dərsdir. Təhlükəsizlik qaydalarımızdakı bilirik rahatdır. Burada nə bilməliyik? Qızdırıcı cihazı yağdan, şəkərdən qorumaq lazımdır. Bıçağı, çəngəl yalnız dəstək qabağı olmaqla ötürmək lazımdır. Belə, yəni burada çətin heç nə yoxdur. Buterbrod. Bu dərsdən sual düşübmü? Düşüb, bəli. İlerleyen dəqiqələrdə deyəcəm hansı sual düşüb. Ümumiyyətlə buterbrodlar haqqında gəlin qısaca bir tanış olaq. Buterbrodun 4 növ var. Açıq bağlı kanapə tartin. Alman dilimizdən dilimizə keçib yağla çörək deməkdir. Açıq buterbrod, ümumiyyətlə buterbrodlar buğda və ya çovdar çörəyindən hazırlanırdı. Açıq buterbrod üçün 1,5 santimetrində çörək götürülürdü. Üzərinə ərzaqlar düzülürdü. İsti və soyuq olurdu. Üzərinə düzüldüyü ərzağın miqdarının asılı olaraq sadə və mürəkkəb ola bilirdi. Bağlı buterbrod nədir? Bəs buterbrod qalınlığı təxminən 0,5 sm. Nə oldu? Bağlıda 0,5 sm olan 2 çörək dilimi götürüldü. Bir diliminə yağ sürtüldü. Ərzaq düzüldü. Digər dilimi də onun üzərinə qoyuldu. Kanapə üçün isə 0,5 sm qalınlığında boyat çörək fiqurlar şəklində doğrandı. Kərə yağında qızardıldı. Fikir ver. Bax, kanapə ilə tartini müəllimlər qarışdırır. Kanapədə nə oldu?
boyat çörək fiqurlu kərə yağında qızardıldı. Ve kızardılmış çörək diliminin üzerine pendir, paşlet, müxtəlif ərzaqlar düzüldü. Tartin bəs nədir? Tartin də deyir qızardılmış çörəkdən hazırlanır. Amma bizə demir boyatdı, nə bilim fiqurlu doğrayırsan, kərə yağında qızardırsan. Eləcə deyir ki, tartin də qızardılmış çörəkdən hazırlanır. Çörəyin üzərinə ət, balıq, ərzaqlar isti halda qoyulur və süfrəyə 30 dəqiqə əvvəl hazırlanır və sonra, yəni 30 dəqiqədən sonra isti içkilərlə bərabər verilir. Çay necə bitkidir? Ən məşhur isti içkidir. İlk dəfə Çində istifadə edilib. Mədə-bağırsaq sinir sistemi xəstəliklərinin müalicəsində ilk dəfə 17-ci əsrdə Holland tacirləri gətirmişdi. Çay bəs inkişaf etdiyi ölkələri necə ardıcıllıqla sadalayaq? Bunu tələbəm necə açar söz demişdi, neysə bir açar söz demişdi. İndi onu yadıma salmağa çalışacağım. Hissiyat, yadıma düşdü, hə, hissiyat. Bu sözlə demişdi, yadınızda saxlayın. İlə mən də sizə deyim ki, buradan da yəni Gülyanı xatırlayıram təbii ki. İnşallah o da yüksək nəticə göstərən tələbələrimizdən olar. Hissiyat sözündən yadınızda saxlayın. Necə? Hindistan, İndoneziya, Seylon, Şri Lanka, Yaponiya, Afrika və doğma Azərbaycan. Doğma Azərbaycanımızda isə 19-cu əsrin 40-cı illərindən becərilməyə başladı. Qəhvə düşüb imtahana ki, qəhvə vətəni haradır? Afrikadır, tropik bitkidir, toxum və üyüdülmüş halda satılır, xoş ətrə dada malikdir. Deməli, qəhvə də deyir, çay kimi həyat fəaliyyətimizi yüksəldir və iş qabiliyyətimizi artırır. Kakao isə Cənubi Amerikadan Avropaya 1502-ci ildə gətirilmişdi. Kristofor Kolumb tərəfindən kakao kalorili içkidir, yorğunluğu və stresi aradan götürürdü. Deməli, kakao qaynama həddinə çatana kimi dəmlənirdi. Qəhvə qaynama həddinə çatıb 3-5 dəqiqə dəmlənirdi. Çay isə 10-15 dəqiqə dəmlənirdi. Gəldik növbəti imtahan dərsimizə. Yumurta, hər cümləsi imtahan dərsidir. Yumurta nədir? Zərif, ləzzətli, dada malik, yüksək kalorili qida məhsuludur. Tərkibində hansı vitaminlər var? A, D, B vitamini, zülal, yağ, kalsium, fosfor, dəmir dozları mövcuddur. Yumurta neçə cür olur? 2 cür olur. Pəhriz yumurtası, mətbəx yumurtası. Pəhriz 5 gün, mətbəx 30 gün. Təzəliyini yoxlamaq üçün duzlu su hazırlayırıq. 1 stəkan suya 1 xörək qaşığı duz tökürük. Üzə çıxan köhnə, üzən uzun müddət saxlanmış, dibinə çökən təzədir. İşığa tutma üsulu ilə baxsaq, əgər içi qaranlıq görünürsə köhnə, ağı aydın, sarısı çətinliyi ilə görünürsə təzədir. Bişmə müddətinə görə yumurtalar 3 cür olur. İlıq, yarı ilıq, yarı bərk, ilıq 3-5, yarı ilıq, ilıq 3, yarı ilıq, yarı bərk 4-5. Bərk isə 8-10 dəqiqəyə bişir. Qabığı çatlamasın deyə suya duz atırıq. Rahat soyulsun deyə isə neynirdik? Rahat soyulsun deyə hər soyuq suya əlavə edirdik. Omlet nə idi? Omletin hazırlanması üçün biz götürürdük 2-3 yumurta, 3 xörək qaşığı süd, 1 xörək qaşığı un, yumurta unu, südü, duzu kasada qarışdırırdıq. Qızmış tavaya tökürdük. Əgər qarışıq omlet istəyirdisə, üzərinə müxtəlif ərzaqlar qoya bilərdik. Qutab kimi bütüşəndə isə içi doldurulmuş omlet alınırdı. Qayğanaq üçün isə 2-3 adam başına 2 yumurta, 10 qram yağ götürülürdü. 2-3 dəqiqəyə bişirdi. Üzərini cəfəri şüyürtlə bəzəyirdik və yaxud da ki, cəfəri şüyürtlə bəzədikdən sonra təzə xiyar və pomidorla süfrəyə verə bilərdik. Bu qədər müəllimlər 5-in imtahana düşən suallarını sizlər üçün vurğuladım ki, hansılar düşə bilər? Muncuq, ütü, yumurta. Bu dərslərdən çox diqqətli oluruq. Həmçinin elektrik dərsindən çox diqqətli oluruq. Yəni düşə biləcək bütün hissələri sizlərin diqqətinə çatdırdım. Hələlik müəllimlər, sağ olun.